Usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bizləri təqvalı bəndələrindən qərar versin inşallah. 1448-ci il Hicri qəməri təqvimi ilə Məhərrəm ayı və ilk cümə günüdür bu günləri. İnşallah Allah Taala bu həmin cümələri xeyirli, bərəkətli qərar versin. Allah Taala daxil olduğumuz yeni Hicri qəməri ilini bütün İslam ümmətinə xeyirli, bərəkətli qərar versin inşallah. Bizim ardıcıl olaraq cümə günü mövzumuz Allah Taalanın gözəl adları barəsində idi ki, ən son olaraq Allah Taalanın Əl-Hədi ismi barəsində danışırdıq ki, Allah Taala hidayət edəndir. Bəs bu həmin mövzu içərisində bizim işarə etdiyimiz mövzu bu idi ki, insanların hidayət olmasına bəzi maneələr var, bəzi amillər var ki, insanlar hidayət ola bilmirlər. Və o həmin maneələrdən birincisi qeyd etdik ki, insanların bilməməzliyidir, yəni cəhalətdir, xəbərsizliyidir. İkinci məsələ bu idi ki, insanların təəssübkeşliyidir, yəni insanlar haqsız yerə və bilmədikləri şeyə görə təəssübkeşlik edirlər. Əleyhissalam. Üçüncü məsələ budur ki, bəzi insanlarda təkəbbürlük var. Təkəbbürlük onlara imkan vermir ki, onlar hidayət olsunlar. Təkəbbürlük də manedir. O maneələrdən biri, inşallah ki, bu günləri onun barəsində biz danışacağıq. Maneələrdən biri, tənə edənlərin tənəsinin qorxusundan insanlar hidayət olmur. Bu düzdür, müstəqilliyin ilk illərində kimlər ki namaz qılırdı, onlara cəmaət molla deyirdi. Müstəqilliyin ilk günlərində, ilk illərində, 90-ın əvvəllərində deyirəm, kim ki namaz qılırdı, deyirlər ki, filan kəs molladır, namaz qılır. Artıq namaz qılanların sayı çoxaldığından heç kəs daha bu qədər cəmaata molla deyə bilmədi. Bəs insanlar bu həmin tənədən daha çəkinmədilər. Quran-ı Kərimdə Allah Taala buyurur ki, tənə edənlərin tənəsi sizə təsir etməsin. Bir dəstədən danışır Allah Taala Maidə surəsinin 54-cü ayəsində. Buyurur ki, Əuzu billahi minəşşeytanirrəcim, Bismillahirrahmanirrahim. Yə eyyuhəl-ləzīnə əmənu, ey iman getirənlər, mən yərtəddə minkum ən dini. Sizlərdən kimsə öz dinindən çıxsa, kimsə öz dinindən dönsə, fəsəvfə yətiyəllahu biqovmin, Allah Taala bir dəstə adam getirər ki, yuhibbuhum və yuhibbunə. Allah onları istəyir, onlar da Allahı istəyirlər. Yuhibbuhum və yuhibbunə. Və daha sonra necə? Əzillətən aləl-müminin, möminlərə qarşı, iman edənlərə qarşı təvazökardılar. Əizzətən aləl-kafirin, kafirlərə qarşı isə sərtdir. O həmin insanların xüsusiyyətini Allah Taala buyurur. Yücəhidunə fi səbilillah, Allah yolunda cihad edirlər, fədakarlıq edirlər. Və lə yəxafunə ləvmətə laim, tənə edənlərin tənəsindən qorxmurlar. Tənə edənlərin tənəsinə əhəmiyyət vermirlər. Bu həmin ayədə olan bir neçə xüsusiyyətdən biz danışacağıq. Onlardan biri budur ki, Allah Taala buyurur ki, o insanlar var ki, dindən çıxmaq istəyirlər və yaxud dinin barəsində müxtəlif sözlər deyirlər. Allah Taala buyurur ki, özünüzə ziyan verərsiniz. Allaha zərər verə bilməzsiniz, ziyan edə bilməzsiniz. Başqa bir ayədə Allah Taala Peyğəmbərə buyurur ki, Peyğəmbər, onlar iman getirməklərinə görə sənə minnət etməsinlər. Hucurat surəsinin 17-ci ayəsində Allah Taala buyurur ki,
Yəmunnuna aleykə ən əsləmu. İslamı qəbul etməklərinə görə sənə minnət eləməsinlər. Yəni, biz də namaz qılırıq, biz də müsəlmanıq. Allah Teala buyurur ki, Peyğəmbər, onlar sənə minnət etməsinlər. Qul, lə təmunna aleyyə isləməkum. Peyğəmbər, onlara denən, İslamı qəbul etdiyinizə görə mənə minnət etməyin. Ən hədəkum lil iman. Allah Teala sizi hidayət edib. Allah Teala sizə iman bəxş edib. İn kuntum sadiqin. Əgər doğru danışanlardansınızsa. Bu birinci məsələ idi ki, o kəslər ki, dindən gəlirlər, dindən çıxırlar, onlar özlərindən başqa bir kəsə zərər verə bilməzlər. İkinci xüsusiyyət budur ki, yuhibbuhum və yuhibbunə. Onlar Allahı istəyirlər, Allah da onları istəyir. Xatırlamaq üçün deyim sizə ki, o həmin döyüşlərin birində qeyd eləyirlər tarixdə ki, Xeybər qalasının fəthində Həzreti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm qalə fi haqqi Əli ibn Əbu Talib. Əli ibn Əbu Talibin barəsində buyurmuşdu. Peyğəmbərimiz bayrağı bir nəfərə verir, o gedir qalanı fəth edə bilmir. İkinci nəfərə verir, o da edə bilmir fəth. Və daha sonra buyurur ki, لَأُوتَيَنَّ الرَّايَةَ غَدًا رَجُلًا يُحِبُّ اللّٰهُ وَرَسُولُهُ وَيُحِبُّ اللّٰهُ وَرَسُولُهُ. Peyğəmbərimiz buyurdu ki, bayrağı o kəsə verəcəm ki, əleykumussalam, bayrağı o kəsə verəcəm, sabah bayrağı o kəsə verəcəm ki, Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Gördülər ki, Peyğəmbər bayrağı təqdim etdi İmam Əli əleyhissalama. Bizə cəmaatın tənəsi bir şey edə bilməz. İmam Musa-i Kazım əleyhissalam buyurur ki, insanların tənəsinə fikir verməyin. Siz Allah Teala'nın razılığını düşünün, Peyğəmbərin razılığını düşünün. İmam Musa-i Kazım əleyhissalamın Hişam adında bir səhabəsi var, bir dostu var. İmam buyurur ona, o həmin tənə edənlərin tənəsinə əhəmiyyət verməmək barəsində buyurur ki, Yə Hişam, ey Hişam, لَوْ كَانَ فِي يَدِكَ جَوْزَةٌ. Sənin əlində bir qoz var. Və قَالَ النَّاسِ فِي يَدِكَ لُولُؤَةٌ. Amma insanlar desə ki, sənin əlində qiymətli bir şey var. وَأَنْتَ تَعْلَمُ أَنَّهَا جَوْزَةٌ. Və sən də bilirsən ki, bu qiymətli bir şey deyil, bu qozdur. Bu dəyərli olar, heç bir dəyər olmaz. Və لَوْ كَانَ فِي يَدِكَ لُولُؤَةٌ. Əgər sənin əlində bir qiymətli bir şey var. Və قَالَ النَّاسِ إِنَّهَا جَوْزَةٌ. İnsanlar desə ki, bu qozdur. مَا ذَرَّكَ وَأَنْتَ تَعْلَمُ أَنَّهَا لُولُؤَةٌ. Onların dediyi sənə heç bir zərər verə bilməz. Çünki sən bilirsən ki, onlar bir əhəmiyyətsiz sözlərdir. Belə o səbəbdən də bu həmin tənə edənlərin tənəsi bəzən insanları hidayət olmaqdan saxlayır və insanların hidayət olmasına mane olur, onların cəmaatın tənə etməsi. Bəs o səbəbdən də insanlar gərək tənə edənlərin tənəsinə diqqət etməsinlər. Hansı yol ki düzdür, hansı yol ki haqdır, o yolu davam etsinlər və o yolda da sabit qədəm olsunlar inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.